Prezidentin fərmanı ilə əfv olunan keçmiş Nida üzvləri Elsəvər Mürsəlli, Bəxtiyar Quliyev və Nidaçı Şahin Novruzlunun azadlığa çıxması maraqlı hadisələrlə yadda qaldı. Belə ki, yerli və beynəlxalq insan haqları müdafiəçilərinin siyahılarında siyasi məhbus kimi tanınan bu üç gəncin əfv olunduqları elan edildikdən sonra həbsxana rəhbərliyindən onlara nə deyəcəkləri, nə edəcəkləri ilə bağlı üstörtülü, bəzən isə açıq-aşkar göstərişlər verilir. Qabağa gəl. Ay, Tələsmə, özünü darıxdırma. bəlkə biz yerimizdə yaşayaq. Əf olunur. Birinci özünü təqdim elə. Azadlığa çıxan Şahin Novruzlu isə prosedur müddətində ümumiyyətlə çox gərgin görünür. Bu gərginlik ona həbsxananı tərk etməsinə dair sənədi təqdim edən penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanovdan başqa əfv komissiyası üzvləri ilə görüşməməsindən də açıq hiss olunur. Novruzlu Şahin. Gənclərin azadlığa çıxması zamanı yadda qalan məqamlardan biri də Elsəvər Mürsəlli 3 saylı istintaq təcridxanasından çıxarkən formada olan təcridxana rəhbəri Elnur İsmayılovun formasını dəyişərək mülki geyimdə Elsəvərlə birlikdə fəxri xiyabana gəlməsi idi. Daha maraqlı məqam isə Elnur İsmayılovun Bəxtiyar Quliyev və Elsəvər Mürsəlliyə mərhum prezident Heydər Əliyevin məzarına necə gül qoymaları, necə gəlmələri və necə əyilmələri haqda təlimat vermələri idi.